Bu günlərdə Sultan Səlimlə Şah İsmailin davası. Dostlar, nəyin davasını edirsiniz? Onun üçün niyə qaşıyırlar? Niyə qaşıyırsınız? Şah İsmail də, Sultan Səlim də türk sərkərdələri olub. Yanlış ediblər, savaşıblar. İctimai siyasi vəziyyət bu cür olub. Dövr bu cür olub. Dövrdə bu cür yanaşıblar proseslərə. Hər kəs öz xanimanını qurmaq istəyir. Hətta o dövr üçün yanlış deyil. O dövr üçün. Əminiz oğlu ilə, qardaşınızla heç mi dalaşmamısınız? Heç mi kənddə, bugün Azərbaycan kəndlərində, bir baxın qonşu ilə torpaq üstündə dalaşmırmı? Baxın qardaşla çəpər üstündə dalaşmırmı? Çəpərimi 1 metr bu tərəfdən çəkdim, 1 metr o tərəfdən çəkib deyə bir-biri ilə az qala düşmən olmurmu? Vuruşmursunuzmu? Axı vuruşursunuz. Siz indi böyük bir imperiyaları idarə edənlər bir-biriyle savaş edib deyə sən düşmənsən, sən bu zehniyyətdəsən. Yox, düşməni dərmanla su tökməkdir. Ayıbdır bunlar. Orada bir şey... Üzr istəyirəm, Sultan Səlim də bizimdir. Şah İsmail Xətai də bizimdir. İşte Türkiye Teymurləng də bizimdir, Çingiz Xan da bizimdir. Hamısı bizimdir. Babur da, Atilla da. Hamısı. Pisi də, yaxşısı da bu bizim tarixdir. Nəhayət ki, bir tarixi dönəmi bu cür qaşımadan, eybəcərliyə varmadan, bu qədər çirkablara batmadan qucaqlaya bilin. Bu tarix sənindir, pis, yaxşı. Nə qədər dostunla, qardaşınla, tayfanla, elin obanla düşmən olsan da bir qəbirstanlıqda uyuyursan. Və gələn 100 ildən sonra, 50 ildən sonra sənin qəbrinin üstünə gələn o da bizim soydan deyib ən azı bir çiçək qoyur onun üstünə. Yetər biz tarixlə uğraşdıq. Biz bugün gələcəyə baxmalıyıq. Tarixə yox. Tarix bizimdir, qucaqlamalıyıq. Sevgi ilə bağrımıza basmalıyıq o tarixi. Gələcəyimizi necə quracağıq? Biz Turanı necə quracağıq? Türkistanla hansı münasibətlərimiz olacaq? Güney Azərbaycan üçün, Kərkiş üçün nə edəcəyik? Dərbəndlə, Şimali Qafqaz xalqları ilə digər, onları ayırmıram mən Dərbənddən. Onlar da bizik. Qaraçay, Çerkeslə, Krımla, Tataristanla, Başqırdistanla, Çuvaşiyla, Altayla, Tuvayla, Xakasla, Saxayla nələr edəcəyik? Necə edəcəyik? Bunları düşünün. Türkistan Cumhuriyyətləri necə böyüyəcək? Əlaqələrimiz necə qurulacaq? Biz bunları düşünməli olduğumuz halda biz Sultan Səlimlə, Şah İsmaillə başlayıq. İqbal bəy, orada çox önəmli bir məqam var. Bunu da demək lazımdır ki, təbii ki, Əmir Teymur dövlətin adı Turan idi, bilirsiniz, rəsmi Turan idi. Amma Turan ideyasının, Turançılıq ideyasının sahibi deyildi. Dövlətin adı Turan. Çünki o ərazinin adı Dədə-Babadan Turan, İran Turan deyirlər də. Və o Turançılıq ideyası, yəni İsmail bəy Qasparalıdan, Hüseyn Caviddən, Əhməd Cavaddan və digərlərdən, Əli bəy Hüseynzədən yox idilər axı o vaxtı. Əgər o vaxt o ideyalar olsaydı, bunlar bir-birinə qardaş olarlar, vuruşmazdılar. İndi ki bu ideologiya var, bax bugün Turan ideologiyası var, ona görə başa düşürük ki, Şah İsmail də özbəöz Türk oğlu Türkdür, Sultan Səlim də özbəöz Türk oğlu Türkdür və burada bir şey istəyirəm, siz aydınlıq gətirəsiniz ki, onu qoyu tamaşaçılarım bilsin, mən buradan dəfələrlə deyirəm, amma sizin də statusunuz yüksəkdir deyənə sizin deməyinizdə çox böyük önəm var. Malazgirt savaşında qələbədən danışılır, Türkiyədə də danışılır, filan da danışılır, amma bir dəfəli demək lazımdır ki, Malazgirt savaşı 1071-ci ildə olan o həmən qələbə, Alparslanın qələbəsi, o məhz bizim Azərbaycan türklərinin qələbəsi. Çünki ancaq o qələbədən sonra, o Manasakert erməni şəhərində ora, Manasakert şəhərini biz alandan sonra və orada Romandiyaya əsir götürəndən sonra, Roma imperiyasına qalib gələndən sonra biz Anadoluya axıb Türkiyə türkləri olmuşuq. Yəni ona qədər o qələbə, əgər hələ Anadoluda türk yoxdursa, demək ki, Anadolu türklərinin qələbəsi deyil ki, o Reydən, Təbrizdən gələn. Yəni biz bir millətik, yəni iki dövlətik, amma bizim qələbədir, yəni Azərbaycan türklərinin qələbəsi. Dostlar, ləhcəmizin, şivəmizin, dialektimizin fərqliliyi bizi türk olmaqdan çıxara bilməz. Təbii. Azərbaycan türkü, Anadolu türkü, Türkistan türkü, Qazaxıstan türkü, Özbəkistan türkü, bunlar hamısı zaman-zaman bizi parçalamaq üçün ortaya atılan şeylərdir. Biz bir ağacın budaqlarıyıq. Bir ağacın budaqlarıyıq. Bir ağacın budağında birində alma, birində heyva, birində nar olmur. Bir ağacın budağı nə gətirirsə elə odur. Olur. Kökümüz birdir. Kökümüz birdir. Biz türkük. Nə edək ki, parçalayıb birinə bir Özbək xanın adını qoyublar. Nə edək ki, toponimi götürüb qoyublar, bir millətin Azərbaycanlı eləyiblər, Azərbaycanlı adına.
Çayın adını qoyublar, Qaraçaylılar. Qaraçay. Göyçaylı, Qaraçaylı. Mən hərdən maraqlı bir şey deyim. Çox tarixçilərimizə də bəzən bu istiqamətdə biraz belə yumşaq ifadə etsəm, biraz qıcıq oluram ki, məsələn, rast gəlirəm, Kürdəmir. Deyirlər, görən, Kürdəmirin məskənidir, yoxsa Kürdəmir bəs. Ay qardaşlar, Kürdəmirin 2 addımlığında Kür-Qaraqaşlı kəndi var. Qaraqaşlı türk tayfasıdır. Kür qırağında yaşayan Qaraqaşlı tayfasıdır. Bu Kürdəmir, Kürd Teymurilərdir. Teymurilər nəsli Kür qırağında yaşayan Teymurilərdir. Bundan əvvəl Tərtərdə də, Füzulidə də, başqa bölgələrdə də Teymurilər tayfası yaşayıb. Sadəcə bunlar Kürün qırağında yaşadı. Əmir Teymura dayanır, bəli. Bunlar sadəcə olaraq Kür qırağında məskən saldığına görə bunlara Kür Teymurilər deyiblər. Necə ki, onlara Kür Qaraqaşlı deyiblər. Ya bəsdirin bizim olan şeylərin adlarına 1000 dənə. Sovet dönəmində Qurd adı ilə olan bütün kəndlərimizin hamısını Kürd elədilər. Nə qədər Qurd adı ilə kəndlərimiz vardı, hamısını elədilər Kürd. Deyirəm ki, Göyçədə Qurdlar məhəlləsi çoxmu şəhərdə? Çox Qurdlar məhəlləsi var. Qurdlar eləyiblər Kürdlər. Bunlar hamısı Qurdlardır. Azərbaycan ərazisində çox az Kürdlər yaşayıb. Onlar da bizim qardaşlarımızdır. Onlar da qardaşlarımızdır, başa düşürəm. Amma mən bugün qardaşımdır deyə hamısı, mən Türkün də haqqından keçə bilmərəm. Təbii də haqq. Haqq deyilən bir şey var. Çox az. Mənim dostumdur, amma haqq mənim daha bəli. Önəmlidir. 12 mindən yuxarı bu ərazidə bugünkü gündə Kürd yaşamayıb. 6 kənd. Bir bölgədə də 11 kənd, 11 kəndi də çox dağınıqdır, 11 kəndin üst-üstə toplasan Azərbaycanın ortabab bir kəndi qədər eləmir. 7 kənddə bir yerdədir. Cəmi olan budur. Yoxdur başqa yerdə. Dostlar, yəni bir də görürsünüz, Şərqi Zəngəzura bütövlükdə Kürdistan deyirlər. Ayıb olar belə şeylər. Ayıb olar. O Zəngəzur, o Göyçə, bütövlükdə tarixin bütün dönəmlərində, ta Sovet hökuməti gələnə qədər Qarabağ torpaqları olub. Təbii. Qarabağ xanlığının tərkibində olan torpaqlar olub. Sonra bir hissəsi İrəvan xanlığına verilib, bir hissəsi Naxçıvan xanlığı. Bir balaca yerik biz. Bu başımızdan o başımızdan. Nəyə bölünürük? Hara bölünürük? Burada bölünməyi qurtardıq. Qərb Azərbaycanlı, Qarabağlı, Naxçıvanlı, Şirvanlı, Şəkili, Balakənli, Cənublu, Şimallı indi əl uzadırıq Şah İsmailə, əl uzadırıq Sultan Səlimə, əl uzadırıq kimə? Dostlar, fəxr edin ki, tarixin bir dönəmində yanaşı 2 böyük türk imperatoru olub. O dövrdə ən böyük imperator. Ən böyük imperator. Hətta səbəblər ərazisində. Hardan hara? Fəxr eləyin. Onların dalaşması təbiidir. Normal bir şeydir. Kim dalaşmayıb ki? Kimdən dalaşıcıdır? Hər yer türkdür. O çağda Babur idi. Bir yerdə dalaşmalıydılar. Baxın, Avropaya baxın. Kimlərlə dalaşmayıb ki? 100 il ingilislə Fransız. Hamı bir-biri ilə dalaşıb. İndi onlar bir-birini satqın çıxardı. Tarixin diktəsi belə idi. Tarixi dövrün zərurəti belə idi. O Prusiya ilə Bavariya qırıblar bir-birini. Qırıblar bir-birini. Bəli, bugün Almandılar. Yəni bu cür olmaz, bu cür yanaşmalar çox təəssüf ki, bizə müsbət bir şey vermir. Ən başlıcası, tarixi sevin. Lakin gələcəyi qurmağa çalışmalıyıq. Gələcəyə baxaq. Necə quracağıq? Bu coğrafiya üçün nə edəcəyik? Bu vətən oğulları üçün, bu vətən insanları üçün nə edəcəyik? Mən vətən deyəndə təkcə bugün yaşadığımız Quzey Azərbaycan coğrafiyasını nəzərdə tuturam. Vətən böyük məhfumdur və onların hamısına biz sahib çıxmalıyıq. Bugün institutlarımız olmalıdır, hökumətlər. Mən dəfələrlə demişəm, Azərbaycan hökuməti bugün 100 ilin strategiyasını müəyyənləşdirən hökumət ictimai institut qurmalıdır, akademiya qurmalıdır. Orada müəyyən etməlidirlər. Rusiya 50 ildən sonra başına gələcək müsibətdə Şimali Qafqazın, bizim Şimali Qafqaza nə təsirlərimiz olacaq? Tataristan, Başqırdistan, Çuvaşiya, Xakas, Altay, nə bilim nə verəcəyik, nə alacağıq, necə olacaq, münasibətlər sistemi necə qurulacaq? Türkistanla Qazaxıstan, Qırğızistan, Özbəkistan, Türkmənistan hansı əlaqələr daha yaxşı qurulmalıdır? Niyə bugün Türkiyə ilə strateji müttəfiqlikdən danışan bizlər bugün Azərbaycan hökuməti qarşısında məsələ qaldırılmır və Türkiyə hökuməti qarşısında məsələ qaldırılmır? Niyə biz MDB dövlətləri ilə, Rusiya ilə və digər MDB-yə daxil olan dövlətlərlə gömrük rüsumu olmadan ithal-ixrac siyasət aparırıq? Niyə Türkiyə ilə bu ithal-ixrac siyasət aparılmır?
Niyə yalnız əlavə dəyər vericisi tətbiq olunan bir idxal-ixrac siyasətinə keçmirik? Biz axı strateji müttəfiqik. Biz müttəfiq deyilik. Biz strateji saziş əsasında da bir yerdəyik. Biz qardaşıq. Biz bir dövlətik faktik olaraq. Doğru. Niyə etmirik? Niyə bugün şəxsiyyət vəsiqəsi ilə bir ölkəyə, kimlik vəsiqəsi ilə bir ölkəyə səfər edən adamlar, niyə Türkiyədə biz hələ də xəstəxanalara və yaxud da məktəblərə gedəndə yabancı statusunda gedirik? Niyə xarici statusunda getməliyik? Niyə orada Azərbaycan vətəndaşları Azərbaycanlı statusunda məhz Türk vətəndaşı ilə bərabər statusda o xəstəxananın imkanlarından, o məktəbin imkanlarından, o sığortanın imkanlarından istifadə etmir? Bugün bunu düşünməliyik. Və biz Türkiyə ilə bu nümunələri, misalları ortaya qoysaq, növbəti mərhələ Türkistanla qoyacağımız məsələlərdir. Çox təəssüf ki, biz bunları etmək əvəzinə biz hələ Şah İsmaillə Sultan Səlimi yenidən döyüşdürürük.